На одной из наших встреч мы хотели прояснить, как нам Biz görüşlərimizdən birində по-настоящему создать такую istəyirdik сеть, aydınlaşdıraq ki, которая поддерживает dostların каждого hər из birinin товарищей. dəstəklədiyimiz belə bir şəbəkəni həqiqətən necə qura bilərik və dostları necə И oyadırıq? создаем атмосферу Necə elə bir mühit yaradırıq только ki, продвижения. orada yalnız irəliləyiş нашли olsun ни- və ничего biz особого. xüsusi Мы bir şey думали tapa bilmədik. о Tavkidах, Tavkidlər, разных müxtəlif обязанностях. vəzifələr haqqında düşündük, не amma нашли. bunun necə Как это edilə можно было бы biləcəyini сделать? tapa Можете bilmədik. посоветовать что-то? Nəyi məsləhət görə bilərsiniz? Совет для продвижения. Вы должны представить себе, что такое продвижение. İrəliləyiş üçün в чем məsləhət, должно выражаться. siz özünüzə təsəvvür eləməlisiniz ki, irəliləyiş nədir? Bu nədə ifadə olunmalıdır və hər biriniz bu istiqamətdə bu halı əldə etmək üçün hansı hərəkətləri eləyir Насколько он помогает другим, чтобы они və продвигались daha к этому совместному nə qədər o продвинутому состоянию, başqalarına которое kömək определили. eləyir ki, onlar da sizin müəyyən elədiyiniz bu ümumi irəliləyiş vəziyyətinə doğru irəliləsinlər. Рабочий дневник группы. Bu iş gündəliyi, qrupun iş gündəliyi kimi olmalıdır. Çalışın bunu bu cür eləyin. И вы помните у нас, как это было Yadınızdadırmı bizim qabay vəzifəmiz olanda? Bəli, birləşmə üzrə növbətçi var. По объединению. дежурный Birləşmə üzrə növbətçilər, hətta birləşmə üzrə növbətçilər adlanır. Bu əladır, daha da yaxşı. Sadəcə birləşmə üzrə növbətçi siz anlamalısınız ki, siz elə bir insanların круг тех людей, ətrafındasınız только ki, на один o insanlar deyək ki, bir günlük mövcuddurlar заботятся. və qayğı göstərirlər, amma hamı nəinki onları dəstəkləməlidir, Их hamı birlikdə işləməlidir, beləliklə irəliləyəcəksiniz. Раф, можно Bir еще sualda olar, Raf, siz birləşmə üzrə növbətçilərin nə olduğunu biraz dəqiq müəyyən eləyə bilərsinizmi? Что эти Bu товарищи dostlar должны делать на gün протяжении ərzində дня? nə etməlidirlər? Они должны пробуждать всю группу к объединению. Объединение должно Onlar заключаться bütün в том, qrupu birləşməyə что мы oyatmalıdırlar. чувствуем себя Birləşmə ondan ibarət olmalıdır ki, biz özümüzü vahid sistemdə dişli çarxlar kimi birlikdə hiss eləyək. Hər kəs öz hərəkətində əməl eləməyə borclu olanda, o başqalarını hərəkətə gətirir. И тогда вместе, Və o zaman если вы əgər siz bu hərəkəti в правильном направлении, düzgün istiqamətdə, правильной цели, düzgün məqsədə doğru yerinə yetirirsinizsə, правильному обращению к birlikdə yaradanla düzgün əlaqəyə gəlirsiniz. этот механизм. Mexanizm belə işləyir И тогда Творец из этого və onda yaradan bundan sizə уворачивается panimi ilə yönəlməyə по başlayır ним, və sizi dəyişməyə və irəliləməyə başlayır.